Nəyə inanırsan? Yaradana. Deist? Yox, deist deyiləm. Amma din fərqi görmürəm. Bütün dinlər birdir. Və Allahın dini yoxdur. Yeganə din var, o da eşq dinidir. Allahın dili də yoxdur. Allahın xüsusən seçdiyi dini də yoxdur. Onda gah deyirsən ki, Allah bəndələri arasında ayrı seçkilik salmır, gah deyirsən ən gözəl din bizimdir, biz müsəlmanıq. Onda digərlərini sevmir ki, onları xristian ölkədə yaradı. Nə adiyyat? Hamımız eyni göyün altında yaşayırıq. Eyni torpağın üstündə yaşayırıq. Eyni havadan alırıq. Eyni günəş səni də isidir, məni də isidir. Gecən qaranlığı sənin üçün də var, mənim üçün də var. Quran oxuyursan sən? Kitabımızı da oxuyuram, digər kitabları da oxuyuram. Sənə kim öyrətdi Quran oxumağı? Özüm. Yox, tərcüməsi yəni. Tərcüməsi ilə? Ərəbcə yox? Yox, yox. Mən duanı da ərəbcə eləmirəm. Mən namaz qıla da bilərəm, amma ərəbcə yox. Niyə? Allahın dili var. Bax, indi başlayacaqlar öz kitabından bir cümlə bilməyənlər hədislərə söykənərək, uydurma hədislərinə söykənərək məsləhət verməklərə. Falan hədisdə buyurulub ki, falan. Niyə? Peyğəmbərimiz namazı öz dilində qılırdı, çünki onun dili ərəb dili olub. Bu boyda aləmləri yaradan Allah. Bu boyda, yəni indi dünyada biz yaşayırıq da, yəni aşağı aləmdə biz yaşayırıq, yeri gəlsə. Bu qədər aləmləri yaradan Allah. Yəni düşünürsünüzmü, həqiqətən maraqlanır o mövzu ilə ki, sən ərəb dilində ona tərəf gəldin, ya öz dilində gəldin. Yəni doğrudan mı bu şeylə maraqlanır Allah? Allahın bir icazəsi olmasa bir yarpaq ağacdan düşməz. Allah belə xırdəşlərlə məşğul olmur, eyvallah. Tutaq ki, bir oyun oynayırıq, hə? Bir oyunu sevirim. Mən misal üçün PlayStation oyunun xəstəsiyəm. Futbol olsun, blur olsun, xəstəsiyəm. Biz hər dəfə o oyunu oynayanda o oyunu yaradan gəlir, dayanır, güdür ki, görüm əminə neçə dənə qol vurdu qapıya. Zaşita harada qaldı, o hücum, müdafiə harada qaldı, hücum harada qaldı. Hər dəfə bu oyunu yaradan maraqlanır. Yox, otururuq, oynayırıq da özümüz üçün. Biz özümüz də bir oyunun içindəyik də zaten. Biz Allahın yuxusunu görürük. Biz onun yuxusu yox. Ona görə də ölmədən öncə oyanmaq lazımdır. Hə, yox, sən müsəlmansan, bu xristiyandır, bu yahudidir. Bunlar ikisi cəhənnəmdə yanacaq. Əsas İslam. İslam deyə elə vallahi günahın dibinə vururlar. Özlərinə xəbəri yoxdur.